Cəmiyyətimizdə ay kişi üzünə krem çəkdi. Hələ də mən görürəm. Kişi lazerə getdi. Ay sən lazerə gedirsən. Kişi lazerə gedər. Lazer tək belə deyim, bəs qısaca açıqlayım. Bəzi kişilərimiz var ki, məcburdur lazerə gedir, çünki onlarda tez-tez qıl dönməsi olur. Biz onlara məcburuq lazerə göndərək ki, o dirəncidə onlarda qırırıq. Və kişi öz dərisinə qulluq eləməlidir. Niyə? Biz 40 yaş sindromu deyirik. Bu həm qadında var, həm kişidə var. Kişilər mənim yanıma 40 yaşından sonra gələn kişilər gəlir ki, doktor, şəkil göstərmə, 30 yaşımda, 40 yaşıma kimi görsən, bir ay içində mən qocaldım. Bilirəm ki, müəllim, günəş kremi istifadə eləmişsiniz? Yox. Qidavıza isə mən yiyib içən olmuşam, bir oturuma bir dənə quzunun yarısını yeyirdim. Bu nə qədər düz ola bilər, onun başqa bir mövzudur. Yəni, üzünə krem çəkmir, üzünə qulluq eləmir. Misal üçün, yəni krem çəkməsə belə, vaxtı-vaxtında dəriyə baxmır. Ən azından vaxtı-vaxtında bədənin check-up eləmir, dərisini check-up eləmirsə, bu insan birdən-birə gəlib məni 40 yaşımdan 35 yaşıma qaytar deyəndə özəlliklə kişilər vaxtı-vaxtında qulluq eləmədiyiniz zaman siz artıq 40 yaşınızda, 45 yaşınızda o sendrom gəldiyi zaman mən sizi heç bir elə bir inyeksiyon, elə bir iynəm, elə bir dərmanım, elə bir kremim də yoxdur ki, sizə verim onu, gedin çəkin, ya da elə bir su içəcək, o iksirim yoxdur ki, verim sizə, kişilər özəlliklə. Siz 45 yaşınızdan qayıdın 30 yaşınıza, bu mümkün deyil. Vaxtında qulluq lazımdır.